Başçıya sorğu-sualsız itaat etmək İslam'a görə şirk, yəni Allaha şərik qoşmaqdır. Bunu Quran bizə bəyan edir. Və Quran bizə gücün yalnız Allaha məxsus olduğunu bildirir. Bax, bu məqam çox önəmlidir. Buradan elə anlaşılmamalıdır ki, şəriət dövləti qurulmalıdır və s. Sadəcə olaraq Allah sonsuz gücün bir simvoludur. Əvvəlki videolarda da qeyd etdiyim kimi, insan hər zaman gücə sitayiş edir. Yəni, bu onun bir mənəvi ehtiyacıdır. İnsan hər zaman bir istinadgaha ehtiyaclıdır. Yəni cazibəsinə qapıldığın, üzərində hakim, hegemon olan bir duyğu. Çünki maddi dünyanın bir parçası olaraq bütün nəsnələr kimi insanın da gücü sonludur, fanidir, ötəridir. Və maraqlıdır ki, İslamda Allaha təslim bir azadlıq simvoludur. Yəni Allaha təslim olan insan bütün dünyəvi nəsnələrdən özünü azad edir. Müsəlman təslim olan şəxs əslində azad olmalıdır. Daha sadə ifadə etsək, Allah təslim olan bütün digər dünyəvi varlıqlara tabe ola bilməz. Ya Allah təslim olmalısan, ya da ki, dünyəvi nəsnələrə. Ona görə bəzən deyirlər, filan kəsin Allaha puldur, maddiyyətdir, şan şöhrətdir. Yəni, nəyi ideallaşdırırsan? İndi biz Qurana baxırıq, heç bir ayədə başçıya itaat elə deyə hökm keçmir. Tam əksinə, həddi aşanlardan olma və həddi aşanların da əmrinə itaat etmə deyə buyurulur. Bunu da qeyd edim ki, Quranda konkret ayələr heç biri ibadət və s. ilə bağlı deyil. Məsələn, namaz qıl, oruç tut deyə bir konkret ayə, hökm yoxdur. Hətta İslamın 5 şərti deyilən anlayış belə Quranda əks olunmuyor. Amma məsələn, həddi aşanlardan olma və həddi aşanların əmrinə tabe olma hökmləri yüzlərlə ayədə keçir və bu konkret bir hökmdür. Yəni, buradan çıxan məntiqi nəticə odur ki, birini müsəlman edən onun ibadəti filan deyil. Çünki bunlar İslamdan öncə də mövcud olan rituallardır. İnsanı müsəlman edən onun zülmə reaksiyasıdır. Əgər o zülmə susursa, göz yumur, haqq qazandırırsa, bu onu şirk əhli və kafir edir. Yəni, Allahdan başqa bir qüvvənin varlığına itaat edir, ona şərik qoşur və eləcə də kafir, yəni haqqı bilə-bilə örtbasdır edən. Məhz buna görə deyirlər ki, müsəlmançılıq çətin bir şeydir. Bəli, müsəlman olmaq çox çətindir. Çünki bu ilk növbədə ictimai məsuliyyət tələb edir. Ətrafda baş verən proseslərə səssiz qalmamaq, reaksiya verməyi zəruri edir. Yəni, başqa bir şəxs ola bilər ki, reaksiya verməsin, amma müsəlman mütləq reaksiya verməlidir. Təəssüflər olsun ki, bugün bəzi dırnaqarası müsəlmanlar, din xadimləri İslamı hər yerdə bədnam edir. Məhz köləliyə şükür, başçıya sorğu-sualsız itaat və s. vəzləri ilə bunlar İslamı hər yerdə bədnam edir və bunlara baxıb düşünürlər ki, İslam məhz köləliyə səsləyən dindir, halbuki tam əksidir. Bu din vaxtilə qızıl dövr keçirib, amma hal-hazırda Orta Şərq adlandıran ərazidə daxil bir çox yerdə İslam bədnam vəziyyətdədir və bunun da günahkarı təbii ki, özünü müsəlman zənn edənlərdir. Son olaraq məşhur bir fikirlə yekunlaşdırım. Allahla aranıza heç kəsi qoymayın. Özünüz araşdırın, sorğulayın və nəticəyə varın. Quranın ilk hökmündə olduğu kimi oxu və yüzlərlə ayəsində keçdiyi kimi düşün.